Mən qız tapmışam özümə. Hardan? Restorandan. Oo. Ya da bir dakika. Hansı restorandan? Restorandan yoksa bardan? Tapıqda, Hani bu karanlıkta işləyirsən. ışık zat düşürür. Kız bir ışıkta görmüşsən onun üz gözünü. Bəli, bəli. Normalde her şey. Normal. Yani çok hoşun gəlir. Çünkü Bəli. gece görürsən, səhər görəndə yani təəccüblənməyəsən ki, a. Bu bara niye gedirsən? Bar bahaçılıq deyil. Xeyr, ucuzdur. Neçədir ki, bara getmək nə qədər edir? Bara getməyi 5 manat pivədir. Aha. 30 manatdakı da. İndi qızda mənə zəng elədi ki. Hə. Ona da gəlib çıxıb efirdə demirsən ki, mənə istəyirsən. Dedim, sən demirsən, mən də çıxdım da efirə. Hə. Dedim, mənim oğlum var, əsgərlikdədir. A. 34 yaşım var, 2 dənə də uşağım var. Dedi, mənə işdən çıxartdı, gözünə ayır. Kız işten çıxardı mı? Bəli, bəli. Bəs demədin ki, qızın 18 yaşı var. Qız mənə elə deyib, indi 34 yaşım var. Sən qadına baxanda bunun yaşını təyin edə bilmirsən. 18 yaşara, 34 yaşara. Sən bir baxanda bilmirsən ki, bu qadının neçə yaşı var. Bilmədim, nə bilsin. Mən elə bildim, cavandır. Burada nələrsə var. Demək onlar qorxusundan onu oradan çıxardıblar. Demək ki, o deyilənlər düzdür ki, orada yiyəsiz qızları istismar edirlər, saxlayırlar. Ondan sonra şantajla, ondan sonra nə bilim, hansısa vasitələrlə o qızları orada saxladılar, işlədirlər. Demək ki, deyilənlər düzdür. Yoxsa qızı niyə qovsunlar ki, oradan işdən? Bəli, bəli. Hə, barın müdürü özü sənə zəng edir. Barın müdürü mənə zəng elədi ki, İndi nömrəsini ver, bizimkilər zəng eləsin. Görün nə